Xatırlayırsınızsa, məncə tamaşaçılarımız da xatırlayır. Biz zamanında qeyd edirdik ki, Rusiya vaxtı gəldikdə Paşinyan hökumətindən və Ermənistandan bu ikili mövqe sərgilədiklərinə görə qisas alacaqlar və xüsusilə də 2026-cı il parlament seçkilərinin yaxınlaşması müxalif qüvvələri və xüsusilə də Rusiya meyilli qüvvələri daha da aktivləşdiribdir. Bu baxımdan da mən düşünürəm ki, həmin baş verən bu hadisələri həm həqiqətən idarə edirlər, eyni zamanda da verilən vədlər, sözlər yerinə yetirilmədiyi üçün bugünkü mənzərə gəlib ortaya çıxıbdır. Çünki ilk növbədə həmin könüllü gedən şəxsləri bilirsiniz ki, kənd yerlərinə yerləşdirmək istəyirdilər. Onlar da təbii ki, sərhədə yaxın ərazilərdə yaşamaq istəmirlər. Çünki onlar düşünürlər ki, biz yenidən bu əraziləri tərk edə bilərik və onlar daha çox paytaxta yaxın ərazilərdə ev istəyirlər və lazımi şərait qurulmasını istəyirlər və eyni zamanda o revanşist qüvvələr var ki, onların əlində bu könüllü Qarabağdan getmiş ermənilər bir alətdir. Yəni onları istədiyi kimi idarə edə bilirlər və ikinci faktor da budur. Ancaq istənilən halda əsas məsələ mən düşünürəm ki, seçki öncəsi, seçkiyə qədər prosesdə bu gərginliyi yaratmaq və bir növ müxalifəti ayağa qaldırmaq üçündür. Çünki bugünə qədər də onların etirazlarını biz eşidirik, ancaq bu qədər aqressiv deyildilər. Demək ki, onlar da bu proseslərdə yer almaq istəyirlər, onlar da hansısa mandat əldə etmək istəyirlər, onlar da istəyirlər ki, bu proseslərdə aktiv olacaq siyasi qüvvələrin dəstəyini alsınlar. Və əsasən də revanşist qüvvələr öz istəklərini reallaşdırmaq istəyir və bu şəxslər də bu proseslərdə bilirsiniz ki, ən çox söz sahibi olan və müəyyən dərəcədə o şəhid ailələri və yaxud öldürülmüş müharibədə itkin düşmüş şəxslərin ailələri qədər yəni zərər çəkmiş hesab olunan qüvvələrdir ki, bunlardan da həmin revanşist qüvvələr çox yaxşı istifadə edirlər və edəcəklər. Paşinyan hökuməti də çalışmalıdır ki, bu problemli insanları, bu kateqoriyadan olan insanları zərərsizləşdirsin.